Ondan göstər. Var tuşları olur. Davam edirik, yoldaşlar, mövzumuza davam edirik, qaldığımız yerdən davam edirik. Elektrik cərəyanı ilə zədələnməyə görə binaların bölünməsi mövzusunda qalmışdır. Səsim rahat eşidilir, yoldaşlar orada. Bəli, Zülfü. Bəli. Çox sağ olun. Elektrik cərəyanı ilə zədələnməyə görə binaların bölünməsi. Bina da deyirlər, otaq da deyirlər, təzə qaydalarda yerləşkə adı veriblər artıq. Yəni, bir neçə adamın bir yerdə işlədiyi yerə yerləşkə deyirlər. Sadəcə yerləşkə sözü çox adama müəmmalı gəlir deyə. Ona görə mən slaydlarda binalar yazmışam. Amma yadınızda qalsın ki, təzə qaydalarda artıq yerləşkələrdir. Otaqları elektrik cərəyanından xəsarət almaya görə 3 qrupa bölürlər. Yüksək təhlükəli otaqlar, xüsusi təhlükəli otaqlar və yüksək təhlükəsi olmayan otaqlar. Yüksək təhlükəli otaqlara nələrə aiddir? Nəyə görə o insanlar orada elektrik cərəyanından xəsarət alırlar? Döşəməsi cərəyan keçirən metal, torpaq, daş, beton və s. Yəni, o otağın ki, döşəməsi bunlardandır, insanın gərginliyi altına düşmə ehtimalı daha çoxdur. Otağın temperaturu 30 dərəcədən yuxarı. Bayaqlar dedik ki, insan işlədiyi zaman bədəni tərləyir. Tərləmiş bədən 30 dərəcədən yuxarı otaqda insan bədəni tərləyir və bu zaman gərginliyi altına düşür. Ona görə 30 dərəcədən yuxarı temperatur artıq həmin otaqlar sayılır yüksək təhlükəli binalar. Bir də nisbi rütubəti 75%-dən çox olanlar. Bu 3 variantdan biri varsa sayılır yüksək təhlükəli otaqlar. Yox, əgər bu variantlardan ikisi varsa xüsusi təhlükəli otaq sayılır. Xüsusi təhlükəli otağın C variantına fikir verin. Yüksək təhlükəli binalara xas olan iki əlamətin eyni vaxtda mövcud olması. Həm temperatur 30 dərəcədən yuxarıdır, döşəməsi də kafel, metlaq, daş, betondur. Bunlar varsa sayılır xüsusi təhlükəli otaqlar. Həmçinin xüsusi təhlükəli otaqların özünün digər A, B variantlarında deyir ki, nisbi rütubəti 100%, kimyəvi aktivliyi olan sexlər, bu sahələrdə adlanır xüsusi təhlükəli otaqlar. Sizin, mənim, məişət otaqları isə yüksək təhlükəsi olmayan otaqlardır. Yəni, yer döşəmə, taxta, laminat, xalça bunlardandır. Temperaturumuz 25 dərəcə, 23 dərəcə normaldır. Rütubət normaldır. Bu, yuxarıda sadalanan variantların heç birisi yoxdursa, adlanır yüksək təhlükəsi olmayan otaqlar. Bəs yaxşı, biz bildik, səthə mühəndisi olaraq baxıb görürük ki, əlinin işlədiyi yer yüksək təhlükəlidir və əlinin işlədiyi yer xüsusi təhlükəlidir. Bunlara hansı normativləri qoymalıyıq, onlara nələri tövsiyə eləməliyik? Həmin yerlərdə istifadə olunan əl alətləridir, ondan sonra daşınma çıraqlardır, lampalar var, o maşın təmiri yerlərində görürsünüz. Salırlar rozetkaya, lampanı əlində daşıyır, daşınma çıraqlar deyirlər onlara. O daşınma çıraqların gərginliyi yüksək təhlükəli otaqlarda, baxın göstərirəm, yüksək təhlükəli otaqlarda 50 voltdan çox ola bilməz. Xüsusi təhlükəli otaqlarda 12 voltdan çox ola bilməz. Onların gərginliyi, gücündən söhbət getmir, gərginliyi. Köhnə qaydalarda yüksək təhlükəli otaqlarda 42, xüsusi təhlükəli otaqlarda 12 idi. Təzə qaydalarda isə yüksək təhlükəni elədilər 50 volt. 50 voltdan yuxarı gərginlik ola bilməz. Ona görə də müasir dövrümüzdə əl alətləridir, daşınma çıraqlardır. Bunları artıq çeviriblər, akkumulyator tipli eləyiblər və həmin akkumulyatorların üzərində gərginlik yazılır. Həmin gərginliklər də bu otaqlara aid olan gərginliklərdir. 12 volt, 50 volt. Bu rəqəmləri də yadınızda saxlayın ki, həmin otaqlarda böyük gərginlikli əl elektrik alətlərindən, daşınma çıraqlardan istifadə eləməyə icazə verilmir. Yalnız endirilmiş gərginlikli avadanlıqlardan istifadə olunmalıdır ki, insanlar orada gərginlik altına düşməsinlər. Elektrik qurğularında işləyənlərin təhlükəsizliyini təmin edən texniki tədbirlər. Biri var, təşkilati tədbirlər. Təşkilati tədbirlər hansılardır? Naryad, sərəncam, işə buraxılış. Misal üçün, bayaqları yoldaş da dedi ki, hava xətlərində işləyib, yüksək gərginlikdə praktikası var. Yəni, yüksək gərginlikdə işlər görülərkən naryad, sərəncam əsasında görülməlidir. Naryad yazılır, o naryad əsasında işçilər gedib iş görürlər. Buna deyirlər təşkilati tədbirlər. Bəs texniki tədbirlər nədir? Texniki tədbirlər ekranda gördüyünüz qara hərflərlə yazılanlar. Bizim qaydalarda bu 7 ən vacib tədbir var. Tədbir adının da göründüyü kimi elektrik qurğularında işləyən adamlar elektrik cərəyanından xəsarət almasın deyə bu tədbirlər hazırlanır. Yəni bu tədbirlər
avadanlığı, kabeli, yarım stansiyanı, transformatoru qorumur. Bu tədbirlər insanları, elektrik qurğularında işləyən adamları qorumaq üçündür. Ona görə biz sizə səthən mühəndisləri bəzən şikayət edirlər ki, ay müəllim, bu danışdıqlarınız energetikaya aiddir, nə bilim, elektrik monitörlarına, elektrik mühəndislərinə, bunu bizə niyə danışırsınız? Deyirəm, yox, o monitörlara aid olan hissəsi transformatorun mühafizəsi, hava xəttinin mühafizəsi. Onu necə mühafizə eləmək olar ki, transformator yanmasın? Bu monitörlara danışırıq. Amma insanlar xəsarət almaz. Səthən mühəndisinin əsas vəzifəsi nədir? O insanları qorumaq. Və səthən mühəndisi bilməlidir ki, insanları qorumaq üçün həmin müəssisədə elektrik qurğularında işləyən adamları qorumaq üçün hansı texniki tədbirlər görülməlidir? Və ki, bu cavablı şəxsin yaxasından yapışıb desin ki, qardaş, burada bu tədbirlərdən niyə birini icra eləməlisən? Həmçində qaydalar deyir ki, bu ekranda gördüyünüz tədbirlərdən ən azı birinə riayət olunmalıdır. Ən azı birinə. Adlarını görürsünüz. İndi adları haqqında, özləri haqqında bir-bir slaydlarla göstərəcəm. Bunlardan hansı haqqında məlumat vermişəm? Artıq kiçik gərginliyin tətbiqi haqqında məlumat verdim. Bilin ki, həmin otaqlarda istifadə olunan əl alətləri, daşınmaz çıraqlar ekranda gördüyünüz gərginliklərdən çox olmamalıdır. İndi bir-bir burada yazılanlar haqqında məlumat verir. Bunlardan birinci mühafizə açılması qurğusu. Bəzi yerlərdə dif avtomat, uzo, can güdən, kaçak akım relesi adlarını verirlər. Azərbaycan dilində adı mühafizə açılması qurğusu. Bu nədir? Bayaq dedik ki, izolyasiyanın pozulması nəticəsində, baxın burada, izolyasiya pozulur. Bu lampanın izolyasiyası pozulanda hər hansısa bir səs eləsin, nə bilim, qoxu gəlsin, işıq versin, belə bir şeylər olmur. Buna yalnız adam toxunanda artıq görsən ki, sən demə izolyasiyası pozulmuş, mənim bədənimdən başlayır cərəyan keçsin. Amma bunun qarşısını almaq üçün hazırlanmış tədbir budur, mühafizə açılması qurğusu. Adi bizim gördüyümüz avtomatlara bənzəyir, amma bizim adi avtomatlardan 10 dəfə bahalıdır. Faza və neytral giriş çıxışları var bunun. İçəri daxili sxemi budur. Fazadan neçə amper cərəyan axırsa, neytraldan o qədər amper geri qayıtmalıdır. Bu avtomatlar elə hazırlanır ki, üzərlərində bir açma dolağı var. 10 amper cərəyan daxil olur. Kimsə əli ilə lampaya toxunur. Lampadan bunun adamın bədəni ilə yerə cərəyan ötürülür. 9 amper qayıdır. 10 amper daxil oldu, 9 amper qayıtdı. Bu açma dolağı gördü ki, nəsə burada düz getmir. 10 amper daxil oldu, 9 amper qayıtdı. Bu açma dolağı 30 milli amper. Görürsünüz, buradan yaxından baxsaq görərsiniz ki, bu tipli avtomatların üzərlərində hamısında yazılır 30 milli amper. Xarici standartlarda 30 milli amperdən yuxarı artıq insan üçün təhlükəlidir. Həyat üçün təhlükəli olduğuna görə 30 milli amper götürürlər. 30 milli amperi hiss eləyən kimi dövrəni açır. Dövrəni hansı müddətdə açsa yaxşıdır? 1000-2, 1000-8 saniyədə dövrəni açır. Görürsünüz nə qədər selektivli, nə qədər əhəmiyyətli bir qurğudur. Yəni, baxmayaraq ki, adi avtomatlardan bahadır, amma ki, çox əla bir qurğudur. Üzərində test düyməsi var, sarı rəngdə. İstədiyiniz zaman test düyməsini vurursunuz. Avtomat açılırsa, deməli, bəli, bu avtomat işləyir. İnsan buna toxunan kimi dövrəni açacaq. Bunu harada istifadə olunur? Otel otaqlarında, mətbəx otaqlarında, hamam otaqlarında. Çünki insanların gərginliyə düşmə ehtimalı ən böyük otaqlar bunlardır. Ona görə də həmin otaqlarda bundan istifadə olunur. Evə ümumi də bundan yerləşdirmək olar işin içərisində. Əgər sizin elektrik işində bunu yerləşdirməyə yer yoxdursa, onun səyyar formasında, yəni uzadıcı, udinlidir forması olanı da var. Bundan da istifadə eləyə bilərsiniz. Adına deyirlər mühafizə açılması qurğusu. Siz mağazalara gedib sorsaq sizdə mühafizə açılması qurğusu var, deyəcəklər ki, yox, elə bir qurğu eşitməmişik. Amma can güdən, kaçak akım relesi, müxtəlif adlar verirlər. Qaydalarımızla adı budur. Daha sonra sıfırlama tədbiri nədir? Sıfırlama tədbiri faza və neytral. Hər ikisi gəlir avadanlığa daxil olur. Faza xəttində sızma olarsa, avadanlığın korpusunda gərginlik olur. Bəzi yerlərdə deyirlər korpusa vermə, yəni korpusa gərginlik ötürür. Bunun qarşısını almaq üçün neytral xətti gətirib korpusa bağlayırlar ki, hər hansısa bir sızma cərəyanı yaranarsa, sızma yaranarsa, həmin sızma korpusundan keçsin neytrala, neytralla faza qısa qapanma yaratsın, qısa qapanmadan ona bağlanılan avtomat anidən açılır və insanlar xəsarət alınır. Buna deyirlər sıfırlama tədbiri, yəni sıfır xəttinin, neytral xəttin gövdəyə bilərəkdən bağlanılması.
Çox da geniş şəkildə istifadə olunmayan tədbirdir. Bunun özünün də bir təhlükələri var. Neytralda gərginlik olduğu zaman korpusda gərginlik yaranır, amma yenə də qaydalarda bu tədbirdən də istifadə olunur. Növbəti tədbirlərdən biri bölücü transformator. Yeni qaydalarda isə adı dövrə ayırıcı transformator. Bu nədir? Adi bizim transformatorlara bənzəsə də, burada fərqlilik odur ki, yüksək izolyasiyalı material var bunun arasında. Bu necə işləyir? Bizim transformatorlar neytralı torpaqlanmış transformatorlar. Yəni, bizim neytralımızın torpaqla əlaqəsi var. Bu transformatorların isə torpaqla heç bir əlaqəsi yoxdur. Baxın, transformatorun ikinci tərəfinin torpaqla heç bir əlaqəsi yoxdur. Adam əlini vurur fazaya, ayaqları yerdə. Bədəndən cərəyan keçmir. Cərəyan çünki yalnız faza neytral. Bunu harada istifadə eləsə yaxşı olar? Hamam otaqlarında, bəzən otel otaqlarında diqqət eləsəz, otel otaqlarının, hamam otaqlarında fenlər var. Siz təsəvvür edin ki, adam feni götürüb əlinə, ayaqları su, kafel metlaqın üzərində dayanıb hamamda və bu zaman fenin hər hansı bir xəttində sızma olsa, insanın birbaşa bədənindən cərəyan keçib insanın ölümü ilə nəticələnir. Deməli, həmin o fenlər bu dövrə ayırıcı transformatordan qidalanır. Yəni, o fenin hər ikisi xətti açıq olmasa, siz gərginlik altına düşmürsünüz. Mütləq şəkildə hər iki xətti açıq olsa, siz toxunmadan gərginlik altına düşə bilərsiniz. Amma bir xətti açıq olsa, siz fenə toxunsaz, ayağınız suda, yerdə, vannada olsa belə bədəninizdən cərəyan keçmir. Buna deyirlər dövrə ayırıcı transformator. Daha sonra bu da yenə də dediyim kimi hamam otaqlarında falan istifadə olunur. İki qat izolyasiyalı avadanlıqla. Bu işarə yəqin ki, sizə tanış gəlir. Telefon adapterlarınızın falan üzərində bu işarəni görə bilərsiniz. İki qat izolyasiya nə deməkdir? Yəni, bir izolyasiya var, amma o izolyasiya pozulsa, avadanlığın korpusuna, gövdəsinə gərginlik sızmasın deyə ikinci bir izolyasiya ilə onun üzərini örtürlər. Ət çəkən maşındır, fenlərdir. Məsələn, bizim istifadə elədiyimiz saç feni olsun. İçərisində motor var, mühərrik var, metaldan. Onun izolyasiyası pozulsa, o mühərrikə biz əl vursaq, bizi gərginlik vurar. Bizim əlimiz ora dəyməsin deyə və o gərginlik korpusa ötürməsin deyə korpusun özünü, fenin korpusunu edirlər dielektrik materialdan, polimerdən, kalçukdan, rezindən edirlər ki, içərisindəki izolyasiya pozulsa, çölə o gərginlik sızmasın. Buna deyirlər iki qat izolyasiyalı avadanlıqlar. İki qat izolyasiyalı avadanlıqların vilkalarında torpaqlama kontaktı olmur. Bizim istifadə elədiyimiz telefon adapterlarında torpaqlama kabeli görmüsünüz? Yox. Onlarda yalnız faza və neytral var. Torpaqlama kontaktı olan vilkalardan istifadə eləməyə icazə verilmir. Yalnız iki qat izolyasiyalı avadanlıqlarda. İki qat izolyasiyalı avadanlıqları torpaqla birləşdirməyə icazə verilmir. Daha sonra torpaqlama özü nədir? Torpaqlama da tədbirlərdən biridir. Ən geniş yayılmış tədbirlərdən biridir torpaqlama. Torpaqlamanın 3 növü var. İşarəsi hər yerdə, dünyada, Azərbaycanda hər yerdə tanınmış bir işarədir. Torpaqlamanın işarəsi. Torpaqlamanın 3 növü var. Mühafizə, işçi, bir də ildırımdan mühafizə torpaqlaması. Sizlərə, yəni sətan mühəndislərinə vacib olanı mühafizə torpaqlaması. Mühafizə torpaqlaması nədir? Hər hansı bir avadanlıqların, baxın şəkildə real obyektdən çəkmişəm. Hər hansı bir mühərriklərin, avadanlıqların gərginlik altına düşə bilən hissələrinin naqillə torpağa, yerə birləşdirilməsidir. Buna deyilən mühafizə torpaqlaması. Yəni, avadanlığın korpusunda gərginlik olarsa, o gərginlik hamısı torpağa, yerə ötürülsün. Buna deyilən mühafizə torpaqlaması. İşçi torpaqlama isə elə avadanlıqlar var ki, onların torpaqlaması olmasa işləmir. Yarım stansiya falan avadanlıqlarına aiddir. Onlara deyirlər işçi torpaqlama. Bir də var, mənim burada obyektimin içərisində partlayış təhlükəli bir maddə var. Məsələn, barıt saxlayıram mən bunun içərisində. İldırım çaxan zaman həmin müəssisənin daxilinə, obyektin içərisində ildırım düşməsin deyə ildırım ötürücüləri quraşdırılan və bu ildırım ötürücüləri gətirib torpaqla birləşdirilir. Buna deyirlər ildırımdan mühafizə torpaqlaması. Torpaqlamanın müqaviməti 380-220 volt gərginliklərdə 4 ohmdan, ohm alimin adıdır, müqavimətin vahididir, bayaqlar dedik, 4 ohmdan yuxarı olmamalı. Biz gedirik müəssisələrdə yoxlamalar aparıb, baxıb görürsən ki, avadanlığın korpusunda torpaqlama müqaviməti 50 ohm, 100 ohm, 200 ohma qədər çatır. Nə etmək lazımdır? Torpaqlama elektrodlar, bu elektrodları bir-birinə birləşdirən zolaqlardan ibarət bir qurğudur.
Bu qalır torpaqdan 70 sm, torpağın 70 sm dərinliyindən sonra başlayır və bunlar başlayır çürüməyə, oksidləşmə gedir öz aralarında. Ona görə də keçirtmə qabiliyyəti azalır. Mütləq şəkildə həmin torpaqlamaları, torpaqlama qurğuları ildə bir dəfə müqaviməti ölçülməlidir, yoxlamalıdır. 6 ildən bir elektrodu çıxarıb baxmaq lazımdır, görüm çürüməsi, xarab olması nə vəziyyətdədir. Bu şəkildə ona görə yadınızı saxlayın ki, torpaqlama qurğusu çox vacib bir qurğudur, ona xidmət olunmalıdır. Bəzi yerlərdə torpaqlamanı 3 elektrodla eləyirlər, alınmır, 4 onu vermir. Məcburla bir dənə də 3 elektrod vururlar, 4 elektrod vururlar, dibinə duzlu su tökürlər, xüsusi indi maddələr var, keçiriciliyi artıran maddələr var. O maddələrdən tökülür. Kömürlə duzun qarışığını əlavə edirlər ora ki, keçiriciliyi artsın ki, bütün cərəyan hamısı torpağa ötürülsün, insan bədənindən keçməsin. Ona görə də mütləq şəkildə siz də müəssisənizdə çalışın ki, torpaqlama qurğularını yoxlatdırın. Gedib ölçülü görür ki, mühərrikdə torpaqlama yoxdur, amma torpaqlama qurğusunda var, əladır. Sən demə, torpaqlama kabeli hardansa qırılır. Baxın, ümumi torpaqlama kabeli gəlir, bağlanılır şinin üzərinə. Ondan sonra digər avadanlıqlara hamısına buradan əlavə torpaqlama kabeli ilə ötürülür. Torpaqlama kabeli Azərbaycanda, dünyada hər yerdə bir rəngdir. Sarı, yaşıl zolaqlar. Siz onun qırmızı, qara kabellə çəkilməsinə yol verməməlisiniz. Olmaz. Onun yalnız öz kabelinin, izolyasiya lentinin özünün rəngi var. Sarı, yaşıl zolaqlar. Daha sonra torpaqlama haqqında bu qədər, yenə də nə suallarınız olsa, ən vacib, belə deyək, müasir dövrümüzdə də, Sovet dövründə də həmişə ən vacib tədbirlərdən biri torpaqlama tədbiri olub ki, yəni hər hansı bir aparat istifadə eləmirsən, alət istifadə eləmirsən, sadəcə torpağın altında, sadəcə onu qulluq eləməklə insanları qoruyurlar ki, insanları gərginlik altına düşməsinlər. Bu torpaqlama haqqında bu qədər və 7 tədbirdən sonuncusu potensialların bərabərləşdirilməsi tədbiri. Bu nə deməkdir? Baxın, müxtəlif sayda borular gedirsə, bu boruların elektriklə bir əlaqəsi yoxdur. Bu borular, nə bilim, qaz ötürür, su ötürür, yağ ötürür, neft ötürür, nəsə ötürür, nasosxanadır məsələn. Bu borulardan birində gərginlik olsa 220 volt, digərlərində gərginlik 0 olsa, insan bunların hər ikisinə toxunsa, insan bədənindən 220 volt gərginlik keçəcək. Bizim rozetkalarda, hal-hazırda, baxın, burada ekranda görürsünüz rozetka. Bizim rozetkalarda gərginlik necə bölünür? Neytralda 0-dır gərginlik, faza olanda isə 220 voltdur. Bunları bir-birinə birləşdirəndə artıq gərginlik keçir. Hər ikisində 220 volt olsa, gərginlik hərəkət eləməz. Gərginlik potensiallar fərqi nəticəsində yaranır. Cərəyan potensiallar fərqi nəticəsində cərəyan axmağa başlayır. Ona görə də qaydalar buna deyir, potensialların bərabərləşdirilməsi. Yəni, baxın, bir insanın eyni zamanda toxunması və ya dayanması mümkün olan elektrik dövrəsinin nöqtələri arasında toxunma və atom gərginliyinin azaldılması üsuluna belə potensialların bərabərləşdirilməsi. Burada 220 volt olsa, burada da olsun, burada da olsun. Hamısında eyni potensial olsun. Hamısında eyni potensial olanda insanın gərginliyi altına düşmə ehtimalı olmur. Hava xətti üzərində, yüksək gərginlikli hava xətti üzərində quşlar otururlar. Topa şəklində, tək şəklində isə onları gərginliyi vurur. Onlar nəyə görə gərginliyi vurur? Çünki onlar bir potensialın üzərində dayanıblar. Hava xəttinin dirəyinə toxunmurlarsa, yerə toxunmurlarsa, digər hava xəttinə toxunmurlarsa, bir potensialda olduqlarına görə onların bədənindən cərəyan keçmir. Bunu nəzərə alaraq potensialların bərabərləşməsi tədbirini hazırlayırlar ki, hamısını bir nöqtəyə bağlasınlar və torpaqlama kabeli ilə, görürsünüz, sarı yaşıl torpaqlama kabeli ilə bir nöqtəyə bağlayırlar. İşarəsi də budur. Baxın, bu şəklin yaxından özünüz sonra baxarsınız, burada görürsünüz mühərrikləri, boruları, hamısını bir nöqtəyə, hamısını bir-birinə, hətta boltları, qaykaları, mühərriki, boruları, hamısını bir-birinə torpaqlama kabeli ilə bağlayırlar ki, sırf orada hər hansı bir potensiallar fərqi yaranmasın. Tədbirlər haqqında bu qədər. Baxın, bu 7 tədbir haqqında danışdıq. Çalışın müəssisənizdə diqqətli olun ki, bu tədbirlərdən hansına riayət olunub, hansı olsaydı daha yaxşı olardı. Bəlkə sizin müəssisənizdə, məsələn, mühafizə torpaqlaması var, amma deyirsiniz ki, yox, bizə torpaqlama yox, mühafizə açılması qurğusu olsaydı daha yaxşı olardı. Məsələn, bizim idarədə təlim otağı var, həmin təlim otağında
həm mühafizə torpaqlaması var, onunla da yanaşı mühafizə açılması qurğusu da var. Hər ikisini istifadə edir ki, bu işləməsə bu işləsin, bu işləməsə o işləsin. Yəni təlimə yüzlərlə, minlərcə adam gəlir, onların təhlükəsizliyini qorumaq üçün belə bir tədbirlərdən istifadə edirik. Siz də çalışın öz müəssisənizdə bu tədbirlərdən istifadə edəsiniz. Növbəti mövzumuz gəlir. Bu tədbirlər haqqında yəqin sualınız yoxdur. Sualınız olsa, təlimin sonunda da sualınızı verə bilərsiniz. Növbəti mövzumuz gəlir. İşçilərin birliyi olan tələblər, elektrik təhlükəsizliyi ilə bağlı qruplar. Aranızda elektrik təhlükəsizliyi üzrə qrupu olan var, yoxsa yoxdur? Varsa, desin neçəniz qrupu var? Yoxdur. Elektrik təhlükəsizliyi barəsində qruplar. Qrupların sayı 5-dir. Baxın, burada qara hərflərlə qeyd edilmişdir. Qara hərflərlə qeyd olunan ən vacib amillər deyən. 5 qrup var. Bunu dərəcə ilə qarışdırmayın. Məsələn, mən 7-ci dərəcəli elektrik monitörüyəm. Bu başqa şeydir. Amma mənim elektrik təhlükəsizliyi üzrə qrupum 4-dür. Bu başqa bir şeydir. Elektrik təhlükəsizliyi üzrə qruplar elektrik işlərində işləyən, elektrik işləri görən adamlara verilir. Bəzən sual verirlər, kimlərin qrup olmalıdır? Həmin qaydalardan bəndin nömrəsinə qədər atmışam ki, kimlərin qrupu olmalıdır? Burada sazlama, təmin işləri falan, burada 19.5 bəndində deyir. Sonra bu qruplar hara yazılır? Vəsiqəyə. Qruplar neçə ildən bir imtahan olunur? İldə bir dəfə. İldə bir dəfə 5 nəfərdən az olmayan komissiya yaradılır müəssisədə və onlar elektrik monitörlər gəlirlər, ildə bir dəfə imtahan verir, bu qrupları əlində saxlamaq üçün, qrup almaq üçün imtahan verirlər. Əgər sizin müəssisənizdə belə bir komissiya yoxdursa, müraciət edirsiniz Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Energetika Nazirliyinin agentliyidir. Enerji Məsələlərini Tənzimləmə Agentliyi. Müraciət edirsiniz ora. Onlar sizin işçilərinizi çağırıb, işçilərinizdə elektrik təhlükəsizliyi imtahan keçirib onlara qrup verirlər. Qrupu olmayan adam müəssisə üçün hansı təhlükələri yarada bilər? Vaxtımız qısa olduğuna görə sizdən bir o cavabları ala bilmirəm. Mən hər zaman təlimdə iştirak edənlərə bu sualı verirəm. Özüm cavabını verirəm ki, hansı təhlükələri yarada bilər? Birincisi, özü qaydaları bilməz. Yəni, qrupu olmayan adam o demək ki, elektrik təhlükəsizliyini bilmir. Və gedib özü gərginliyi altına düşə bilər, müəssisə üçün problem yaradar. Elə bir şərait yaradar ki, digər adamlar xəsarət ala bilər, gərginliyi altına düşə bilər. Və ən vacib, belə deyək, ən vacib deməzdir, başqa digər amillərdən biri də əmək müfəttişliyindən gəlib yoxlama aparırlar ki, sizdə elektrik monitörü işləyir, amma onun qrupu yoxdur. O zaman müəssisəni cərimə gözləyir. Müəssisəni cərimələyirlər ki, təsəvvür edin, sizin müəssisənizdə sürücü işləyir, amma sürücülük bileti yoxdur. Pravası yoxdur, amma sürücü işləyir. Yəni, bu belə bir şeydir. Qrupu olmayan adam elektrik təsərrüfatında işləyə bilməz. Bəs kimlərin hansı qrupu olmalıdır? Qaydalarda geniş şəkildə bu yazılır. Mən sizə qısa olaraq yadımda qalanları deyirəm ki, birinci qrup verilir, həmin müəssisəyə gəlmiş tələbələr gəlir praktikaya. Onlara birinci qrup verilir. Elektrik təsərrüfatı olan müəssisələrdə, məsələn, transformatoru, mühərriki var və həmin mühərriki transformatoru xadimələr təmizləyirlər. Həmin xadimələrin ikinci qrupu olmalıdır. Qaynaqçılar, svarçiklərin ikinci qrupu olmalıdır. Elektriklə işləyən maşınlar var, kranlar var. Onların operatorlarının qrupu 2 olmalıdır. 3-dən başlayaraq artıq elektrik monitörləri, cavabdeh şəxslərin artıq cavabdehlərdə 4-dən başlayır. Elektrik monitörləri Özür istəyirəm. Mən xadimələri birinci qrup bilirəm. İkinci qrupu ilə birinci səfər eşitdim. Mən dedim axı, hansı xadimələrdən söhbət edir? Bizim ofislərdə olan xadimələrdən, onsuz da hamıda birinci qrupdur. Birinci qrupdur. İkinci qrup. Yəni, yarım stansiyalarda, Mingəçevirdə təsəvvür ki, bir adam, xanım xadimə işləyir, transformatorları silir, təmizləyir. O görə necə yüksək gərginlik olan avadanlıqlarla işlədiyinə görə onlarda ikinci qrup olmalıdır mütləq şəkildə. 1-lə 2 vəsiqəyə yazılmır. 1-lə 2-ni elektrik təsərrüfatından cavabdeh şəxs özü imtahan edir, onlarla sorğu-sual aparır, onları jurnalda qeyd edir. 3-dən başlayaraq artıq protokollaşdırılır və onlara vəsiqə verilir. Həmin qruplar vəsiqədə qeyd olunur. Bəli, bir də fizioterapiya tibb mərkəzlərində, fizioterapiya mərkəzində işləyən şəxslərin də ikinci qrup olmalıdır. Onlar da yəni təlim keçirilir və onlar da xüsusi jurnalda qeyd olunur.
Tamamilə doğru, tamamilə. Mən onca deyirəm ki, çoxdur belə qaydalarda adları yazılır. Mən yadıma düşənləri deyirəm ki, tamamilə siz düz deyirsiniz. Çünki onlarda elektrik cərəyanı verilir. Həmçinin də elə yaxşı misal çəkdiniz. Yeri gəlmişəm, mən də bir də fizioterapiya eləyəndə gərginliyi düzgün seçməmişdilər. Mənim bədənimi yandırmışdılar orada. Yəni orada da müəyyən gərginlik verilir, müəyyən tezlikli gərginlikdir. Bax, insan bədəninin müqavimətini danışanda onu deyirdim, yaxşı yadıma saldım. İnsan bədəni, həmin o fizioterapiya aparanda insan bədəninin müqaviməti harda azdırsa, həmin yerə onlar fizioterapiya verirlər ki, çünki başqa bir yerə versələr, insan bədəninin müqaviməti çox olan yerdə cərəyan insan bədənini yandırır. Mənim bədənimdə də belə olmuşdu. Yəni onun özünün nöqtələri var. Həmin nöqtəyə düzgün qoymadılarsa, o insan bədənini yandırır. Gərginliyi, tezliyi, cərəyanı düzgün seçmədilərsə, insan bədəninə xəsarət edir. İnsanı sağaltmaq əvəzinə insanı bir dəfəli edirlər. Ona görə də onlara diqqət eləmək lazım. Tamamilə doğru dediniz. Təşəkkür edirəm. Daha sonra buyurun. Mən supertez elektrik monitörləri əmək işi tərəfindən yoxlanıla bilər. Belə deyək, elə əgər ştatda elektrik monitörudursa, amma işi rabitə monitörudursa, bu zaman ona qrup düşməlidir ya yox? Mütləq şəkildə rabitədə də gərginlik var. Rabitədə də müəyyən düzdür rabitəçilər deyir. Biz aşağı gərginliklə işləyirik. Xeyr, buna baxmayaraq mütləq şəkildə onların da qrupu olmalıdır. Onlara hansı orada əlbəttə 1000 voltdan yuxarı deyil, aşağı gərginlik olduğuna görə üçüncü qrup onların monitorlarına kifayət edir. Hə, oldu, təşəkkürlər. Buyurun. Cavabdeh şəxslərin qrupu burada qeyd olunur. 1000 voltdan yuxarı 5 olmalıdır, 1000 voltdan aşağı cavabdeh şəxslərə aiddir. 1000 volta dək olanlarda isə 4-cü qrupu olmalıdır. Və imtahandan kəsildirsə bir adam, növbəti bir ay müddətindən gec olmayaraq orada imtahan təşkil olunmalıdır. Həmin adamlara, həmin monitorlara yenidən imtahan keçirilməlidir. Qruplar haqqında çox danışmaq olar. Qaydalarda hansı işi görmək üçün adamın qrupu nə olmalıdır? Mən hər zaman təlimdə göstərirəm, vəsiqəm var. O vəsiqəni göstərirəm ki, yəni qaydalarda o qədər geniş şəkildə qruplar haqqında yazılır. Deyir ki, misal üçün deyirəm, misal şərt olaraq deyir ki, hava xəttində gərginliyi yoxlayan adamın, misal üçün deyirəm rəqəmləri, hava xəttində gərginliyi yoxlayan adamın qrupu 3 olmalıdır. Onun yanında dayanan adamın isə qrupu 4 olmalıdır. Görürsünüz, bir dənə gərginliyi yoxlayan, Bakı-Mingəçevir xəttində gərginliyi yoxlayan adamın, hələ yanında dayanan adamın da qrupunu soruşur. Deyir, o da belə olmalıdır. Yəni, geniş şəkildə qruplar barədə sizə çalışın ki, elektrik monitorlarınızın, elektrik təsərrüfatında işləyən işçilərinizin qrupu olsun. Qruplar haqqında son deyəcəyim bir şey. Sizcə, səthən mühəndislərinin qrupu olmalıdırmı? Olmalıdırsa, neçə olmalıdır sizin fikrinizdə? 3-4. Aha, 3-4. Başqa kimin nə fikri var? 4-5 olmalıdır mənim fikrimcə. Çünki 10 olmalıdır. Məncə olmasına ehtiyac yoxdur. Aha, ehtiyacı yoxdur. Hər biriniz cavablarınıza görə təşəkkür edirəm. Qaydalarda belə yazılır. Siz deyirsiniz ki, ay müəllim, axı burada 19.5 bəndində deyir ki, kimlərin qrupu olmalıdır? Nə bilim, ölçmə, sazlama, quraşdırma. Axı burada səthən mühəndislərin adı çəkilmir. Qaydalarda əlavələr var. Əlavədə qeyd edir ki, o səthən mühəndisləri ki, hamısına aid eləmir. O səthən mühəndisləri ki, elektrik təsərrüfatına aiddirlər. Yəni, Mingəçevirdə, nə bilim, elektrik stansiyasında, yarım stansiyada böyük bir elektrik şəbəkəsi olan bir yerdə səthən mühəndisi işləyirsə, onun mütləq şəkildə qrupu olmalıdır. 4-dən az olmayan, yoldaşlardan kimsə dedi ki, 4-5, tamamilə doğru dedi. 4-dən az olmayan qrupu olmalıdır. 4-dən az olmayan, 4 və 5 qruplar. Ancaq dediyim kimi, ofisdə işləyən, nə bilim, hər hansı bir buralarda demir. Sırf elektrik təsərrüfatında təsəvvür edin, mən balaca bir ofisdə səthən mühəndisi işləyirəm, adım Sətəndir. Həmçində Bakı-Mingəçevir elektrik stansiyasında da bir adam səthən işləyir. Onunla mənim vəzifələrim eyni ola bilər. Xeyr, o elektrik stansiyasıdır, böyük bir elektrik stansiyası, elektrik enerjisi istehsal olunur orada. Onun mütləq şəkildə qrupu olmalıdır. Qrupu da 4-dən az ola bilməz. Onu da yadınızda saxlayın. Qruplar haqqında bu qədər. Vaxtımız qısadır, ona görə bir qədər də sürətli keçirəm. İşıqlandırma. İşıqlandırma, təbii işıqlandırma var, süni işıqlandırma var. Təbii işıqlandırma Allahın bizə bəxş elədiyi işıqlanmadır. Süni işıqlandırma isə bizim özümüzün yaratdığımız elektrik işıqlanmasıdır.
Süni işıqlandırmanın iki növü var. İşçi, qəza. İşçi adından göründüyü kimi iş yerlərində günün qaranlıq vaxtı işıqlandırmaq üçün istifadə olunan işıqlanmaya deyilir işçi işıqlandırma. Qəza işıqlandırması isə qəza zamanı elektrik enerjisi kəsilərsə müəssisələri, yerləri işıqlandırmaq üçün olan işıqlandırma isə deyirlər qəza işıqlandırması. Qəza işıqlandırması 3 yerdən qidalana bilər. Həyətdəki dizel generatordan, akkumulyatordan, üçüncü bir xəttdən. Misal üçün, mən olduğum yer Nərimanovdan qidalanırsa, qəza işıqlandırması Gənclikdən gələn xəttdən qidalanmalıdır. Yəni, ikinci bir, digər bir yerdən gələn xəttdən qidalanmalıdır. Qəza işıqlandırmasının özünün də iki növü var. Köhnə qaydalarda bu o qədər də açıq aydın deyildi. Təzə qaydalarda isə bunu açıqladılar. Qəza işıqlandırması təhlükəsizlik və təxliyə işıqlandırmasına bölünür. Təxliyə işıqlanması bu şəkildə də aşağıda şəkildə görürsünüz. Bu təxliyə işıqlanmasıdır. Yəni pilləkənlərdə, dəhlizlərdə, qapı pilləkən dəhlizlərdə quraşdırılır və insanlar elektrik enerjisi kəsilərkən rahatlıqla müəssisədən kənarlaşa bilsinlər, qəza zamanı həmin yerdə obyektdən uzaqlaşa bilsinlər. Buna deyirlər təxliyə işıqlanması, qəza işıqlanmasının növüdür. Təhlükəsizlik işıqlanması isə nədir? Təhlükəsizlik işıqlanması, mən Müdafiə Sənayesi Nazirliyində işləyirəm, əlimdə bir mina düzəldirəm, misal üçün deyirəm. Və bu zaman işıqlar söndü. Mən əlimdəki partlayıcı maddə ilə barıtı ayrı-ayrı qablara qoyub həmin müəssisədən çıxmalıyam. Amma işıqlar söndüyünə görə bilmirəm və əlimdəkiləri eyni qaba qoyub çıxıram və burada partlayış yaranır. Ona görə deyir ki, işlərin təhlükəsiz sonlandırılması üçün olan işıqlanmaya deyilir təhlükəsizlik işıqlanması. İşlərin təhlükəsiz sonlandırılması üçün olan. Məsələn, bu həmçinin aiddir xəstəxanalara, laboratoriya otaqlarındakı laboratoriyada birinin analizi ilə digərinin analizini qarışdırmasınlar da. Qəza zamanı onları hər birini ayrı-ayrı qablara qoyub həmin otaqdan rahatlıqla çıxsınlar. Buna deyirlər təhlükəsizlik işıqlanması. Qidalanmasını dedik, müasir dövrümüzdə akkumulyator batareyaları ilə qidalananlar üstünlüyü təşkil edir. Bayaqdan danışdığımız bir neçə dəfə adını çəkdiyim mühafizə vasitələri bölməsinə çatırıq artıq burada. Mühafizə vasitələri elektrik mühafizə vasitələrindən söhbət gedir. Nə bilim, pilləkən falan bunlardan danışmırıq. Sırf elektrik mühafizə vasitələri. Sual verə bilərsiniz ki, müəllim, elektrik mühafizə vasitələri nədir? Elektrik mühafizə vasitələrinin tərifini burada yazılıb. Elektrik qurğuları ilə işləyən adamları elektrik cəryanı ilə zədələnmədən, elektrik qövsündən və elektromaqnit sahəsinin təsirindən qoruyan vasitələrə deyilir elektrik mühafizə vasitələri. Adından göründüyü kimi, elektrik cəryanının yarada biləcəyi bütün təsirlərdən insanları qoruyan vasitələrdir. Elektrik mühafizə vasitələri iki qrupa bölünür gərginliyinə görə. 1000 volta qədər, 1000 voltdan yüksək. Tətbiqinə görə isə bölünür əsas, əlavə. İndi şəkillərlə baxaq, şəkillərlə daha rahat izah edəcəm ki, əsas nədir, əlavə nədir. Qaydalar deyir ki, əsas mühafizə vasitələri onlardır ki, onlarla gərginliyə toxunmağa icazə verilir. Misal üçün, indikator, hamımızın evində istifadə edədiyimiz indikator, yəni gərginliyi göstərən. Biz bu indikatoru rozetkaya daxil eləməsək, naqilə, şinə toxundurmasaq, içərisindəki lampa yanmaz, biz də onu yoxlaya bilmərik. Ona görə də naqilə, cərəyana, gərginliyə toxuna bilənlərə deyirlər əsas mühafizə vasitəsi. Şəkillərdə də bunlar 1000 volta qədər əsasdır, bunlar isə 1000 voltdan yuxarı əsas mühafizə vasitələrdir. Bunlarla gərginlik falan bu işlər görülür, yoxlanılır. İndi əlavələrə baxın. Əlavələr niyə göstərir? Təsdiqdən əlavə mühafizə vasitələrini göstərmir. Üzr istəyirəm. Ekranı böyüdəndə onu göstərmir. Burada görürsünüz indi siz əlavə mühafizə vasitələrini? Bəli, bəli. Hə, nəsə böyüdəndə göstərmir. Burada əlavə mühafizə vasitələridir. Əlavə mühafizə vasitələri ilə görürsünüz ki, açıq aydın. Bunlarla gərginliyə toxunmağa icazə verilmir. 1000 volta qədər qaloş olur, 1000 voltdan yuxarı botular olur.
kostyumlardır, rezin xalçalardır, taxta qoyulmalardır. Məsələn, bu taxta qoyulmalara şərt qoyurlar ki, bu taxtalar o Şəki Xan Sarayı var idi, mismardan istifadə olunmadan hazırlanma. Bunlarda da o şərt var ki, onların içərisində mismar ola bilməz. Onlar hamısı taxtalarla bir-birinə keçirilməlidir ki, hər hansı bir metal əşya, metal hissə olmasın deyə. Rezin xalçalardır, çəpərləmələrdir, daşınma torpaqlamalardır, kostyumlardır, əlcəklərdir. Bunlar da sayılır əlavə mühafizə vasitələri. İndi əsasla, baxın, bu əsasdır, şəkilə baxsınız. Bu da əlavədir. Bu da əlavə mühafizə vasitəsi. Bunlar arasında oxşar nə gördünüz? Elektrik əlcəklər. Bəli, tamamilə doğru. Elektrik əlcəklər yeganə vasitələrdir ki, onlar 1000 volta qədər əsas olur. 1000 voltdan yuxarı olur əlavə mühafizə vasitəsi. Yəni, mən əlcəyi əlimə geyinib, rozetkanı bağlaya bilərəm, amma əlimdə əlcəklə Bakı Mingəçevir xəttini bağlaya bilmərəm. Bu artıq, çünki orada məsafələr var idi, bayaqki cədvəldə. Həmin məsafəni ödəmir bu əlcəklər, ümumiyyətlə bu vasitələr, ona görə. O sualı verəcəkdim sizə. Hansı orada elektrik əlcək hansı halda əsas vəsaitdən əlavə vəsaitə çevrilir? İndi baxdım ki, dediniz onu. Yəni 1000 voltdan yuxarı olanda bəli, olur əlavə mühafizə vasitəsi. Mühafizə vasitələri sınaq olunur. Qaydalarda geniş şəkildə bu yazılıb ki, mühafizə vasitələri sınaq olunur. Onlar sınaq olunarkən üzərlərində ştamp vurulur. Ştampın içərisində qeyd olunur ki, hansı gərginliyə qədər istifadə oluna bilər, sıra nömrəsi neçədir, hansı tarixdə sınaq olunub. Bunlar onun üzərində qeyd olunur və həmişə onun üzərində bunlar qeyd olunmalıdır ki, onları istifadə edən adamlar onu bilsinlər. Buna həmçinin də mühafizə vasitələri vaxtaşırı sınaq olunmalıdır. İndi ekranı böyüdək. Bəli, bir dənə sual verə bilərəm, bir dənə olar. Buyurun. Elektrik əlcəyin sınaq vaxtı, məsələn, 7-ci aydır. Hər hansı bir qəza baş verir, sən də qəza açılması eləməlisən. Həmən elektrik qəzetdən istifadə edə bilərsinizmi? Belə deyək də, əslində icazə verilmir. Siz onu tam 6 ayında yox, 6 aya, nə bilim, 10 gün, 15 gün qalmış əslində verməlisiniz və sizin əlinizdə başqa bir onun əvəziyyətçisi olmalıdır ki, sınaqdan nə bilirsiniz, 1 aya qayıdacaq, 3 aya qayıdacaq. Yox, o tərəfini bilirəm, yəni bilirəm ki, 6 aydan bir sınaq olunmalıdır, yəni o tərəfini. Bəli, mən məsələ nədir? Deyirəm ki, məsələn, 7-ci aydır, 8-ci aydır, məsələn, olubsa, yəni başınız qarşı sınaq müddəti keçibdir. Aydın. Həmən elektrik əlcəkdə açılma zamanı istifadə etmək Yox. hansı tədbirlər görə istifadə edə bilərik? Yox, yenə də icazə verilmir də. Mühafizə vasitələrini elə bir, yəni bilmirsiniz, bəlkə ondan getdi kimsə, həmin adam gərginliyə altına düşdü. Necə sübut eləmək olar ki, mən elə bilirdim ki, bunun hələ ki izolyasiyası yaxşı dərəcədədir. Bunu bilmək olur. Heç bir halda icazə verilmir. Özümüz sınaq edib və ikinci əlcəyi üzərindən taxa bilmərik? Yox. Biz özümüz qaydalar deyir ki, mühafizə vasitələri vizual olaraq sınaqdan keçməlidir. Öz laboratoriya sınağından əlavə olaraq mühafizə vasitələri vizual olaraq sınaqdan keçməlidir. Əlcəyi necə sınaq edə bilərsiniz? Əlcəyi qol hissəsindən barmaqlara doğru vururlar, barmaqlarında hava yığışır və bir müddət gözləyirsiniz. Əgər hava çıxdısa, deməli bunun hər hansı kiçik çapları var, bundan istifadə eləmək olmaz. Amma siz bunu laboratoriya şəklində yoxlaya bilməzsiniz. 6 ay ərzində bəlkə artıq onun izolyasiya müqaviməti çox aşağı düşüb, insan gərginliyə altına düşə bilər. Onca bunu yoxlaya bilmədiyimizə görə heç vaxt ondan istifadə etmək olmaz. Mən də onu deyirəm. Yəni biz indi vizual olaraq yoxladıq, gördük ki, hər şey qaydasındadır, yəni boşalma yoxdur, vəsairə yoxdur. Yəni biz gözləməliyik ki, onda belə deyək də, alışsın yansın bu məsələsi var da. Yox, əziz qardaş. Mən dedim, o həmin mühafizə vasitələri o işçilərin sayına görə, obyektin təyinatına görə sayıları qaydalarda qeyd olunur. 2 dənə olmalıdır. Nə bilim, qaydalarda deyir ki, batinkalar neçə dənə olmalıdır, əlcəklər neçə dənə olmalıdır. Bir dənə ola bilməz. Daha İndi anlayıram da, mən nə deyirəm, indi bəzi hallarda, indi özünüz bilirsiniz, bura Azərbaycandır, müəssisə hamısını bir dəfəlik göndərir sınağa. Hamısını bir dəfəlik göndərsin. Yəni, birini bu ay, birini 5-3 aydan sonra göndərmir də. Yəni, yığır hamısını birdən göndərir ki, hamısı birdən sınaq olsun, hamısı birdən də qayıtsın. Aydındır, əziz qardaş.
Əziz insan, mən Yəni o halda qaydaları deyirəm ki, düz o halda deyirsən. deyirəm ki, nə edə bilərik? İş zamanı belə bir hal ola bilər, amma qaydalar o istisnaları demir. Demir ki, yarımçısı yananda gedib evi yox, içindən qalmış əlcəyi götürüb istifadə edə biləcək. Bunu demir. Yəni siz deyən kimi hər hansı bir qəza varsa, hər hansı bir vasitə ilə, nə ilənsə də, yəni dielektrik bir vasitə ilə yəni onu söndürmək lazımdır, gərginliyi açmaq lazımdır. Amma yenə də demir ki, sınaqdan keçməmiş istifadə eləməyə icazə vermir. O qanun tərəfini bilirəm, qanun icazə vermir. Yəni bizim özümüzün o riskləri dəyərləndirərək, ya da ki, hansı bir elektrikin və yaxud da ki, hansı bir yəni energetikin riskləri dəyərləndirərək bu kimi şeylər, tədbirlər görə bilərmi? Onu demək istəyirdim. Mən öz şəxsi fikrimi deyirəm. Mən qaydaları bildim. Mən öz şəxsi fikrimi deyirəm ki, mən olsam eləmərəm. Çünki o monitör, mən bilmirəm bu əlcək həqiqətən də yəni yararlıdır, yararsızdır. Mən monitöra deyim ki, geyin ki, sağ qalsın nə yaxşıdır. Ölsən də neyinə, yarımçısı yanır da məcbur onu söndürmək. Yəni mən şəxsi olsam demərəm. Yəni o ikisini taxsa daha keyfiyyətli olar da, mən belə düşünürəm. Yəni ikisini bir araya taxıb, ev açmaq eləsə, o daha keyfiyyətli olar, sən birinlə. O ikisi o qədər sərt olur ki, onları əldə keçirtmək olmur, bir-birinin üzərinə keçirtmək olmur. Onlar qalın olur. Keçirtmişəm, bir də verəmişəm, onu qeyd edirəm. Yəni mən dediyim kimi də qardaş qaydaları danışıram. Onca mən qaydalar öz fikrimi burada artıq deyə bilmirəm. Daha sonra şəkildə ekranda görürsünüz qaydalardan çəkilmiş cədvəldir. Bu cədvəldə göstərir ki, hansı mühafizə vasitəsi hansı müddətdən bir sınaq olunmalıdır və həmin müddətlərə diqqət eləməlisiniz ki, onlar yəni yığılıb qalmasın. Müddəti çatdı, həmin müddətdə göndərirsiniz laboratoriyaya. Özünüzün laboratoriyanız varsa lap yaxşı, yoxdursa göndərirsiniz, orada onu sınaq edib geri qaytarırlar. Burada da gərginlik altında həmin avadanlıqları istifadəsi görürsünüz. Yüksək gərginlikdə həmin o məsafələri 2 metr, 3 metr, 2 metr yarım məsafəni qorumaq şərti ilə əməliyyat ştanqları ilə gərginlik altında işlər görürlər. Gərginlik altında işlər görülən zaman belə bir plakatlardan istifadə olunur. Elektrik plakatlarıdır əlbəttə ki bunlar. Yəni nə bilim yol hərəkəti falan onlarda deyil. Sırf elektrik işləri görülərkən bu plakatlardan istifadə olunmalıdır. Bunlardan ən vacib olanı qadağan edici plakatlardır. Qoşma, adamlar işləyir, qoşma, xəttə iş gedir. Bu plakatlardan istifadə olunmalıdır ki, insanlar gərginliyi söndürüb işləyən zaman kimsə gedib gərginliyi vurub, digər adamlar gərginlik altına düşməsinlər. Bunlardan da mütləq şəkildə müəssisələrdə olmalıdır, müəssisələrdə istifadə olunmalıdır. Bunlardan əlavə isə bizim qaydalarımızda olmayan, amma bizim müəssisələrimizdə geniş şəkildə istifadə olunan, bəlkə də çoxlarınız təsdiqləyir, LOTO deyirlər, log out, tag out deyilən bir termindən istifadə edirlər. Böyük bir tədbirdir enerjinin izolyasiya olunması. Burada təkcə elektrik enerjisindən söhbət getmir. Qaz enerjisi ola bilər, buxar enerjisi ola bilər, nə bilim, digər mexaniki enerjilər ola bilər. Onlardan izolyasiya tədbiri görmək üçün. Bunu nəyə görə göstərirəm? Çünki çox adamlar deyir ki, bizim müəssisəmizdə istifadə olunur. Amma qaydalarımızda tam bu şəkildə deyil. Bunlar nədir? Qıfıl şəklində hazırlanır, avtomat söndürülür, avtomatın üzərinə bu tərtibat keçirilir, sonra qandal formasında olan bu keçirilir, üzərinə müxtəlif qıfıllar və yazılar qeyd olunur. Bu tag outdur, bu lock outdur və bunu ikili qıfıllama və birgə asma olaraq adlandırılır Azərbaycan dilində. Bu qıfıl açılmasa, qandal çıxmasa, bu tərtibat çıxmasa, bu avtomatı vurmaq qeyri-mümkündür. Burada şəkildə soruşa bilərsiniz, mən sizdən soruşuram ki, nəyə görə avtomatı söndürür, üzərinə müxtəlif sayda qıfıllar asırlar. Həmçinin qaydalar deyir ki, bunun açarları bir ədəd olur, həmin adamın üzərində olur. Başqa bir adamda... Olar mənim deyim mən? Buyurun. Çünki orada bir çox adam, bir neçə adam işləyir. Hərəsində bir qıfılı olur, hərəsində bir açarı olur. Əhsən, tamamilə doğru. Həmçinin bunların rənglərini də fərqləndirirlər. Misal üçün, bu elektriklərindir, bu santexnikindir, bu nə bilim sətəm işçisindir. Hərə öz qıfılını ona görə asır ki, elektrik öz işini gördü, gedəndə avtomatı vurar, mexaniklər düşər çarxlar arasına, santexniki cərəyan vurar. Ona görə hamı öz qıfılını asır və ən sonunda kim qıfılı açıb götürsə, o dövrəni açır. Bu dediyim kimi kranlara, borulara, sirtmələrə, hamısına, elektrik işlərinə, hamısına
icazə verilir ki, bunlardan, bu tərtibatdan istifadə olunsun. Və dediyim kimi, bizdə qaydalarda olmasa da geniş, mən bir çox müəssisələrdə olmuşam deyə, müəssisələrdə rast gəlmişəm. Ona görə bunu slaydlara əlavə elədim ki, sizlərə də bir xatırlatma olsun. Sonuncu mövzumuz gərginliyi altına düşmüş, nə qədər vaxtımıza var? Hə, var hələ vaxtımıza. Gərginliyi altına düşmüş adamın gərginlikdən azad olunması üsulları. Bu ən vacib mövzumuzdur. Buna xahiş edirəm ki, daha diqqətlə qulaq asasınız. Bu təkcə səthən mühəndislərinə aid deyil. Bu ümumiyyətlə bütün insanlara aiddir ki, bu gərginlik altına düşmüş adam adamın yaxını ola bilər, qohumu ola bilər, iş yoldaşı ola bilər. Hər bir halda yəni biz bu hadisə ilə rastlaşa bilərik. Ona görə də mütləq şəkildə buna qulaq asmalıyıq, bunu dəqiq öyrənməliyik ki, gələcəkdə biz bunu düzgün istifadə edək. Həm çox zaman təlimlərdə bunu misal çəkirəm. Cənub zonasında bunların hamısını deyirəm, onların hamısı videolarını qrupa yerləşdirərəm, qrupda rahatına baxarsınız. Cənub zonasında bir yaşlı nənə su hovuzundan su dolduran zaman düşür gərginlik altına. Onu xilas eləmək istəyən, nə bilim, oğlu, qızı, gəlini, bunlar da hamısı bir yerdə düşürlər gərginlik altına, onu xilas eləmək istəyəndə hamısı dünyasını dəyişir. Bununla bağlı çoxlu belə bir statistikalar var. Ona görə burada ən əsas məsələ gərginlik altına düşmüş adam deyil. Ən əsas məsələ onu oradan xilas edən adamın təhlükəsizliyidir. Mən bundan danışıram. Yəni o gərginlik altına düşən adamdan danışmıram. Onu oradan xilas edən adamdan danışıram. Xilas edici deyirik biz buna. Yəni kimisə oradan xilas edir. Xilas edici nələrə diqqət eləməlidir? 1. Əgər gərginlik altına düşmüş adam elə bir avadanlığa gərginlik altına düşüb ki, o avadanlığı söndürmək olur. Elektrik açarıdır, rubinlikdir, nə bilim, ayırıcıdır, kulçatırdır. Bunlar rozetkadırsa bunu çıxartmaqla, yəni gərginliyi söndürməklə həmin adamı xilas eləməlidir. Bu birinci üsul, ən təhlükəsiz üsul budur. İkinci üsul da deyir ki, həmin avadanlığı siz kulçatırdan, avtomatdan, rozetkadan söndürə bilmirsinizsə, o zaman həmin avadanlığın naqillərini doğramaq lazımdır. Necə doğramaq? Kəlbətinlə, dəstəyi izola olunmuş baltayla, kəsici alət ilə naqilləri ayrı-ayrılıqda doğramaq. Eyni vaxtda naqilləri doğramağa icazə verilmir. Eyni vaxtda doğrasaz, qısa qapanma, artıq yüklənmə, qısa qapanma baş verəcək və qısa qapanma nəticəsində də kabellər alışıb yanacaq. Ketbu da alınmır. Kabel olduğuna görə bunu doğraya bilmir, kəsici alət tapa bilmir. Üçüncü üsulda deyir ki, zərərçəkənin özünü gərginlikdən çıxartmaq. Necə çıxartmaq? Zərərçəkənin paltarından, quru paltarından tutub, zərərçəkəni oradan dartıb çıxartmaq lazım. Amma necə çıxartmaq? Ələ hər hansı izoledici vasitə geyinmək şərti ilə. Nə deməkdir? Yəni, əlcək olmaya bilər. İndi yoldaşın dediyi kimi, əlcək yoxdur. Baxın, bu adam bir əlinə əlcək tapıb geyinib, digər əlinə əlcək tapa bilmədiyinə görə hər hansısa bir elektrik vasitə, şarf ola bilər, papaq ola bilər, geyim ola bilər, salafan ola bilər. Elektrik vasitəni əlinə doluyur və bu zaman zərərçəkənin paltarından tutub onu oradan dartıb çıxardır. Qısa olaraq, yuxarıdakı şəkil doğrudur, aşağıdakı şəkil yanlışdır. Nəyə görə bu doğrudur, bu yanlış? Ən əsas burada diqqət edəcəyiniz bir nüans var. Görüm o nüansı kimsə görəcək, cavablarınızı buyurun. Nəyə görə bu doğrudur, bu yanlış? Çünki fərq mənim ondadır ki, ikinci şəxs birinci şəxsə toxunur ayağa. Tamam, əla, amma doğru cavab deyil. Düz deyirsiniz, amma ən vacib nüansı görmürsünüz. Düzdürəm Zülfü bəy, əlindəki bir əlcək məsələsi var. Bir də ki, 1000 voltdan yuxarı gərginlikdən azad edirsə, induksiya məsələsi də var. İkinci, yəni onu gərginlik altına düşən insanı ikinci bir insan gəlib əgər kənara çəkirsə, həmin insanın gərginliyin induksiyası insanı tutmamaqdan ötürü müəyyən məsafəyə qədər o qol hissəsi sarınmalıdır. Aydın. O bunlar hər ikisi 1000 volta qədər gərginlik, yüksək gərginlik deyil. Əlcəyi dediyiniz, yaxınlaşmaları dediyiniz düzdür bunlarda. Amma ən vacib bir dənə nüans var, ən vacib nüans. Adamın bədəni deportaj sulu ola bilər, yəni tərli ola bilər. Aydın, bu da əla. Ona görə orada qeyd eləmişik ki, zərərçəkənin quru paltarına. Bunlar hər ikisi də quru paltarına. Məncə birinci şəkildə çəkəndə insanı özündən önə yıxa bilər. Amma digərində üzərinə düşə bilər. Ona görə yox, təəssüf olsun ki, yox. Birinci şəkildə aparatın dəmirindən tutub. Dəmirindən tutub, bəli. Yox, bu
bu adamdan danışmırıq. Bu xilas eləyəndən danışırıq ki, xilas eləyən bu düz eləyir, amma bu xilas edici səhv eləyir. 0%-yə görə ola bilər. Yox, yox. Əlində Paltarın əldə yanlış yoxsa, yanlış əldə yerindən yapışıb, gərginlik altına düşsə onu ələ asılmaya bilər. ola bilər. Necə Elə tutmalıdır ki, onun bədəninə toxunmasın. Yəni Əhsən, paltarın əhsən. yanlış yerindən yapışıb. Bədəninə təmas olmasın da. Ortada paltarından tutur, digər əli isə onun bədəninə, boyun tərəfinə daha yaxındır. Onun əli dəyə bilər boynunu. Əhsən. Tamamilə doğru. Deyir ki, paltarın elə bir yerindən tutmaq lazımdır ki, zərər çəkənin çılpaq bədəninə toxunma təhlükəsi olmasın. Bu paltarın elə bir yerindən tutub ki, rahatlıqla bunun bədəninə dəyə bilər. Amma bu paltarın elə yerindən tutub, bunun başı arxaya qatlansa belə onun əlinə dəymir. Yəni paltarın ətəyindən, nə bilim, boyun hissəsindən, varatın hissəsindən tutmağa icazə verilmir. Elə bir yerindən tutmaq lazımdır ki, zərər çəkənin çılpaq bədəninə toxunma təhlükəsi olmasın. Tamamilə doğru. Növbəti tədbirlərdən biri 1000 volta qədər. Bunlar hamısı 1000 volta qədərdir. 1000 voltdan yuxarı bayaqları qardaşın dediyi kimi induksiya cərəyanı yarana bilər orada. Elektromaqnit sahə nəticəsində insan özü də xəsarət ala bilər deyə bunlar 1000 voltdan yuxarı deyil. Bunlar hamısı 1000 voltdan aşağıdır. 1000 voltdan yuxarının xüsusi əməliyyat ştanqları var, onlarla xilas olunmalıdır. Üzərinə naqil düşən adamı quru çubuqla həmin naqili zərər çəkəndən uzaqlaşdırmaq lazımdır ki, insan orada yer nəm ola bilər, su ola bilər, ayağınızın altına taxta parçası, rezin xalça sərib, onun üzərində dayanıb, quru çubuqla naqili oradan 1000 volta qədər oradan uzaqlaşdırmalısınız. Növbəti slaydı göstərməzdən qabaq, belə bir vaxtımız da düzdür azdır, qısa bir sual verim ki, hündür bir yerdə işləyən adam gərginlik altına düşübsə, onu gərginlikdən azad eləyəndə ilk tədbir nə olmalıdır? Bu bizdə fövqəladadə imtahan sualı olaraq səslənir. Sizdə bunun cavabı nədir? Hündür bir yerdə işləyən adam gərginlik altına düşübsə, onu gərginlikdən azad eləyəndə ilk tədbir nə olmalıdır? Açıq naqildirsə üzərinə hər hansı metal çubuq atılmalıdır ki, qısa qapanma versin və transformatordan elektrik naqilinin kəsilsin. Aha, başqa? Və hündürlükdə işləyən insanın ilk öncə gərginlik altından xilas etdikdən sonra da, ya və ya xilas etməyə çalışdıqda, hündürlükdə yıxılmaması üçün bir şərait yaradılmalıdır orada. Əhsən, tamamilə doğru, bu şəkildir. Tamamilə qardaş doğru, düzgün izah elədi. Deməli, hündür bir yerdə işləyən adamı gərginlikdən azad etməzdən qabaq, əvvəl, yəni rubinlifi söndürməzdən qabaq, kabeli doğramazdan qabaq ilk tədbir olmalıdır ki, zərər çəkənin təhlükəsiz yıxılmasının şərait yaratmaq lazım. Yəni, elə şərait yaratmaq lazım ki, o yıxılanda oradan mexaniki xəsarətlər alıb dünyasını dəyişməsin. Kardon yeşiklər, taxta yeşiklər yığılmalıdır üst-üstə. 2 nəfər adam varsa, onlar əllərində hər hansı bir vasitə ilə dayanmalıdırlar ki, gərginlik kəsin. İndi, bu yuxarıdakı adamı burada saxlayan gərginlikdir. Gərginlik buradan keçir, o nəzərlərini qapıyır və bu buradan sallanmış vəziyyətdə qalır. Bu adam balta ilə gərginliyi kəsən kimi əlləri atılacaq və hündürdən yıxılacaq. Yəni, hündürdən yıxılmasının qarşısı alınmalıdır. Bundan sonra artıq zərər çəkəni gərginlik altına xilas eləmək və ona ilk yardım tədbirləri göstərilməlidir. Bəzən səthən mühəndisləri əsəbləşirlər bu mövzuda, deyir ki, ay müəllim, mən adam düşüb gərginlik altına, mən hardan tapım yorğan döşəyi onun altına sərim ki, o yıxılanda xəsarət almasın. Deyirəm, əziz qardaş, yəni qayda bunu tələb edir. Başqa bir belə deyək, variantınız varsa, buna adekvat olan bir cavabınız varsa, deyin, onu qaydalara salaq, ondan sonra elə xilas olunsun. Yəni, bu adam hündür bir yerdə işləyir. Oradan yıxılma təhlükəsi. O demək elə həmişə belə olmalıdır. Yəni elə bir yer var ki, adam hündür bir yerdə işləyir, amma kəməri var. Gərginlik kəsilsə, kəmər onu saxlayacaq. Onda artıq yerə hər hansı bir vasitə sərməyə ehtiyac yoxdur. Yalnız gərginlik kəsilir, kəmər həmin adamı tutub saxlayır. Yəni hamısı bu danışdığımız bu mövzu ki var, gərginlik altında düşmüş adamın xilas olunması, bunlar hamısı şəraitdən asılıdır. Mən demirəm hökmən bu formada eləyin. Hamısı şəraitdən asılıdır, hamısı düşdüyünüz mühitdən asılıdır. Ona uyğun olaraq bu tədbirlərdən birini icra etməklə gərginlik altında düşmüş adamı gərginlikdən xilas etməyə çalışmalısınız. Amma ən qısa müddətdə, mütləq şəkildə bunu yadınıza saxlayın ki, ən qısa müddətdə, hər hansısa bir müddət yoxdur burada. 10 dəqiqə, 15 dəqiqə, yarım saat. Statistikamız göstərir ki, müxtəlif vaxtlarda gərginlik altında olmuş adamlar var ki, sağ qalıb.
Eləsi də var ki, 1 saniyədən sonra, 2 saniyədən sonra ölümü ilə nəticələnib. Yəni, hər bir insanın bədəninin müqavimətindən, düşdüyü şəraitdən asılı olduğuna görə bir-birindən fərqlənir. Xilasetmə haqqında bu qədər. Növbəti şəkillərlə olan slaydlardır. Bunları da indi özünüz baxarsınız. Baxın, qoruyuculardır. Qoruyucular yalnız laboratoriya şəraitində hazırlanmış qoruyuculardan istifadə eləmək olar. Məftillə, əldə düzəldilmiş qoruyuculardan istifadə eləməyə icazə verilmir. Qoruyucular dövrədə yoxlanılmalıdır. Həqiqətən gərginlik var, işləyir, işləmir. Onlar söndürüləndən sonra, çıxarılandan sonra torpaqlama yeri hardadırsa, həmin yerdən torpaqlama bağlanılmalıdır. Nəqliyyat vasitələri yüksək gərginlikli hava xəttlərinə yaxınlaşan zaman onlar arasında müəyyən məsafələr gözlənilməlidir. Daha sonra həmin maşınları torpaqlamaq lazımdır ki, birdən hava xəttinə yaxınlaşanda torpağa ötürsün bütün cəryanı, maşın və yaxud da insan oradan xəsarət almasın. Əl alətləri, bayaq dediyimiz həmin əl alətləri 4 sinifə bölünür. Hamı elə bilir ki, 3 sinifdir, amma sinif 0 da var. Sinif 0, yəni heç bir onun mühafizəsi yoxdur. Sinif 0. Sinif 1 torpaqlaması olanlardır. Sinif 2 iki qat izolyasiyası olanlar. Sinif 3 aşağı gərginlikdən qidalananlar. Baxın, torpaqlaması olanlar sinif 1, iki qat izolyasiyası olanlar sinif 2, üçüncü sinif isə aşağı gərginlik. Müasir dövrümüzdə üçüncü sinif əl elektrik alətlərindən daha çox istifadə olunur. Yəni, akkumulyatordan, batareyadan, aşağı gərginlikdən istifadə olunan avadanlıqlar sayılır. Bunlar da Fövqələdənin jurnalından çəkdiyim şəkillərdir. Plakatlardır, müəssisələrdə falan geniş şəkildə istifadə olunur. Kabelləri dartmaq olmaz, çox vurmaq olmaz, isti əşyaların yanından keçirtmək olmaz. Pilləkənlərdə, nərdivanlarda elektrik alətlərindən istifadə eləmək olmaz. Alətlərdən doğru, düzgün, məqsədinə uyğun istifadə olunmalıdır. Direllə xanım saçını vurur, deyir ki, olmaz. Yəni, doğru, düzgün direlin öz yeri var. Kəlbətindən çəkic kimi istifadə edirlər monitörlər. İndikatordan atverka kimi istifadə edirlər, vintasan kimi istifadə edirlər. Onlara icazə verilmir. Hər birinin istifadə yeri var, təlimatlar oxuyub, ona uyğun istifadə olunmalıdır. Burada da özümün kiminsə mikrofonu açıq qalıb yolda zəhmət olur. Mən bir istəyirəm, bir sual vermək istəyirdim, onu gözləyirəm. Bu sinif söhbətinə toxunduq. Bu dielektrik vasitələrdir, hansı ki, əlcək olsun, qalış olsun. Onların da üzərində sinif söhbəti var. 0-cı sinif, 1-ci sinif. O, voltajlara görə elə tənzimlənir. Sinif sözünü mən rast gəlməmişəm hələ onların üzərlərində. Amma onların üzərlərində xarici standartlarla var siniflər. Amma bizim standartlarda yoxdur. Məsələn, klass 1 yazılır, klass 1 yazılır. Bəli, klass 1, klass 2 yazılır. Bizdə multimetrin naqillərində falan bunlar yazılır. O izolyasiyasını göstərir onların. Amma bizim qaydalarımızda yoxdur. Onlar bəli, siz deyən kimi bizdə gərginlik 2 qrupa bölünür. 1000 volta qədər, 1000 voltdan yuxarı. 1000 volta qədər aşağı gərginlik, 1000 voltdan yuxarı yüksək gərginlik hesab olunur. Amma xaricdə aşağı gərginlik, orta gərginlik, yüksək gərginlik var. Ona görə də onlar bölürlər. Klass 1, klass 0, klass 2, onlar həmin o gərginliyə görə bölürlər. Amma bizdə mühafizə vasitələri əsas və əlavə yüksək və aşağı gərginlik belə bölünür. Üzərlərində qeyd olunur onlar. Aydın, təşəkkür edirəm. Buyurun. Burada özümün şəxsən müəssisələrdə, obyektlərdə, amma deməyəcəm hansı rayondur, hansı obyektdir, oradan çəkdiyim özümün real şəkillərimizdir. Transformator məntəqəsidir, açıq vəziyyətdədir. Sosial şəbəkələrdə falan görürsünüz. Uşaqlar gizlənpaç oyununda gedib daxil olurlar, gərginlik altına düşürlər. Sonra transformatorun yağı tamamilə süzülüb tökülür. Burada ikinci şəkildə uşaqların oynadığı bir yerdir. Təsadüfən rastlaşdım, əyləncə mərkəzidir. Rayonların birində avtomat açıq vəziyyətdədir, digər avtomatlar da hamısı açıq vəziyyətdədir. Mən məftil tapdım, bunun qapısını bağladım ki, uşaqlar oynayan zaman gedib gərginliyə toxunmasınlar. Yəni, böyük bir gərginlik var, 180 volt gərginlik var, amma nə izolyasiyası var, nə bir şey. Qaydalar deyir ki, baxın bu üçüncü şəkilə. Qaydalar deyir ki, avtomatlar, yəni ayrıcıların yalnız idarə etmə nöqtələri açıqda ola bilər. Yəni, avtomatın bu hissələri, naqillər, məftillər, hamısı izolyasiyanın altında olmalıdır. Yalnız onu yandırıb söndürən düymələri çöldə ola bilər. Sizin yəqin ki, ofislərinizdə, müəssisənizdə görmüsünüz.
Yalnız işlərdə, elektrik işlərində avtomatın yandırıb söndürən düymələri çöldə olur. Qalan bütün hissələri izolyasiyanın altında olmalıdır. O qaydalarda öz əksini tapır. Keçən dəfə təlim zamanı xanım dedi ki, mən bunu nə qədər monitора deyirəm, deyir ki, qaydalardan mənə şəkil gətirməsə, mən bunu izolyasiya eləməyəcəm. Bizim təlimdə iştirak eləmişdi xanım. Mən çox çətinliklə o qaydalardan həmin o bəndi tapdım, qaydaları kim təsdiqləyib, neçənci ildə təsdiqləyib, onların hamısını çıxartdıq, verdik. Xanım dedi ki, hə şükür, o artıq monitör qəbul elədi bunu və götürüb onun üzərini izolyasiyaladı. Kəndin böyük bir paylayıcı qurğusudur. Paylayıcı qurğu tamamilə yanıb, qurğu özü tamamilə yanıb. O 5 manatlıq monitörlərdən tapıb gətiriblər. Monitör da deyib ki, kənd yeridir deyib, qoruyucunu hardan alacaqsınız? Götürüb bunların hamısına, qoruyucu yerlərinə alüminium məftillər bağlayıb. Bu kabel yuvasından keçirtməli idi. Amma bağlayandan sonra baxıb görüb ki, ayda mən bunu buradan yuvadan keçirtmədim, qapısı da açıq qaldı. Hər şey üçün olmaz, bu qapı açıq qalsın. Qapı açıq qalır, hər dəfə bu qapı açıq örtülür, bunun izolyasiyasını xarab edir. Daha sonra qaydalar deyir ki, belə bir paylayıcı qurğuların ümumi açarları, qolları orada, rıçaq ayrıcıları. Ayrıcının bir qolu tüpdə olmalıdır, kənarda olmalıdır ki, bunun içərisində yanğın hadisəsi baş verəndə, qısa qapama olanda daşıtın qapısını açmağa ehtiyac olmaz. Yəni, çöldən söndürsünlər. O qırılıb, svarşik gətiriblər, svarşik onun əl tutacağını içəridən bağlayıb. Artıq turba uzatmayıb, içəridən bağlayıb ki, rahatlıqla onu içəridən yandırıb söndürsünlər. Amma buna da icazə verilmir. Bu rıçaq çöldə olmalı ki, çöldən açıb bağlamaq olsun. Daha sonra, bəli, buyurun. Bir şey dediyimdə, bu yüksək gərginlikli elektrik stansiyalarında, yarım stansiyalarda otaqların özünün tozlanması belə şeydir, təhlükədə. Nəmlilikdən başqa tozlanmanın özündə. Tamamilə doğrudur. Cərəyan keçirən tozlar var. Dəmir qırıntılarıdır, sizləyən tozlardır. Onlar cərəyan keçirdiyinə görə, onlar da nəyə görə bayaqlar dedim ki, həmin o xadimələrin qrupları olmalıdır. Yəni, ona görə qrup tələb olunur ki, onların elektrik təhlükəsindən anlayışı olsun. Bilsin ki, toz özü də cərəyan keçiricidir. Cərəyan keçirici tozlar nəticəsində insan xəsarət ala bilər. Ona görə mütləq şəkildə onlardan təmizlənməlidir. Xadimələr onları təmizləyirlər. Daha sonra batareyanın bizim otaqda baş vermişdi. Batareya partlayıb öz-özündən istifadə olunmadan yanğın təhlükəsi var. İki kabeli bir-birinə bağlamaq üçün belə bir su borularında istifadə elədiyimiz zajimlərdən istifadə ediblər, icazə verilmir. Transformatordur, qoyublar yerə. Biz getmişik bu transformatorun torpaqlama müqavimətini ölçməyə. Müqavimətini burada torpaqlamanın işarəsi də var, volt qaykası da var. Ölçdük, yoxladıq, gördük 410 müqavimət verdi. Neft çıxartma müəssisəsidir Bakıda. Yoxladıq, gördük 410 müqavimət verdi. Baxdıq, gördük ki, bunun torpaqla heç bir əlaqəsi yoxdur. Monitör deyir ki, cavabdeh şəxs deyir ki, bu transformator metaldır, boru da metaldır, yer betondur, torpağın üzərindədir. Bunun torpaqlamasına nə ehtiyac var? Deyirəm, qardaş, gördün nə ehtiyac var? 410 müqavimət göstərdi. Ona görə də torpaqlamaq bu bahalı transformatordur. Bu transformator istehsal edən müəssisə sənin üçün bura bolt qayka svarka eləyib, torpaqlamanın şəklini yapışdırıb bura ki, qardaş, bunu götür, buradan torpaqla. Ona görə mütləq şəkildə bu kimi şeyləri biz torpaqlama müqaviməti ölçəndə müəssisələrdə çox geniş şəkildə iradlarla qarşılaşırıq. Məsələn, bir yerə getmişik, liftin torpaqlamasını ölçürük, liftin salafanını soymadan elə salafanda gətirib yerləşdiriblər ora, torpaqlama kabelini salafanın üzərindən bağlayıblar, o da torpaqlama müqaviməti verir. Torpaqlama qurğusunda müqavimət normaldır, amma liftdə torpaqlama qurğusu yox, sən demə salafanın üzərindən keçiriblər. Ona görə də bu kiçik xırda bir şeylərdən, amma nə qədər xəsarət almalar ola bilər. Baxın, burada qoruyuculardır, avadanlıqların içərisində qoruyucular olur. Bu qoruyucular yanır, götürürlər vərəqlərdə, A4-də istifadə edildiğiniz skripkalardan istifadə edib bura keçirirlər, buna icazə verilmir. Burada yanlışlıq nədir? İzolyasiyanı artıq soyublar. İzolyasiya bura qədər soyulmalıdır. Burada bütün naqillərin izolyasiyası soyulub və bir-birinə toxunma təhlükəsi var. Bir təcrübəni deyim sizə. Bu yaxınlarda yəni olmuş hadisədir. Deməli, bu moyka aparatı bilirik də, bildiyimiz moyka aparatı maşını yummaq üçün. Onun daxilində torpaqlanma qırılmışdı. Ondan belə deyək də, insanın özünü tok vurdu. Yəni, insan dünyasını dəyişdi.
Yəni əlbəttə ki, olmaz. Belə bunlar moyka aparatlarıdır. Sonra ən çox xəsarət almalar bilirsiniz hansı avadanlıqdan olur? Bu plastik boruları bir-birinə yapışdıran ütülər var. Həmin ütünün isti dəyir öz naqilinə, öz naqilin yandırır və həmin izolyasiya pozulur. İzolyasiya pozulur və başlayır digər adam onunla istifadə edəndə, növbəti vaxt istifadə edəndə düşür gərginlik altına. Yəni bu kimi şeylərdə mütləq şəkildə insanlar riayət eləməlidirlər. Riayət eləməlidir ki, qaydalar pozulduğu zaman insanın həyatı bahasına başa gəlir. Bu yaxınlarda sosial şəbəkələrdə də göstərdilər. Zabrat qəsəbəsində oldu hadisə. 2 cavan oğlan reklam lövhəsini quraşdıran zaman düşdülər gərginlik altına. İkisi də dünyasını dəyişdi. Yəni baxırsınız ki, ən xırda bir şeydir. Mən həmişə deyirəm, onu deyirəm, yəni risklər var. Adam biri var özünü həqiqətən də nəyəsə görə riskə atar. Bir də var heç nəyin üstündə özünü atır riskə. 2 cavan oğlan həyatından oldular. Yəni olmaz. Bunlara diqqət olunmalıdır. Burada bu şəkillərdə də görürsünüz. Baxın, səthən mühəndisi işləyirsinizsə və yaxud da gələcəkdə, yəqin ki, bu təlimdə gənc yoldaşlar var ki, gələcəkdə səthən mühəndisi işləyəcəklər. Səthənlə bağlı, səthən mühəndisi işləməklə bağlı çoxlu praktikadan çıxarılmış çoxlu nəticələr var. Onlardan birini mən sizin nəzərinizə çatdırıram. Baxın, bu şəkildə nə görürsünüz? Mühafizə vasitəsidir, eynək. Mühafizə eynəyin içərisində laqondanın daşı qırılıb, daxil olub eynəyin içərisinə. Deməli, rayon yerlərinin birində bir müəssisədə oldu. Cavan bir səthən mühəndisidir, təzə işləyirdi orada. Deyir ki, mən gördüm ki, təzə keçmişdim bura, böyük bir zavodda səthən mühəndisi işləyirdi. Təzə keçmişdim bura, gördüm ki, insanlar mühafizə vasitələrindən yalnız mənim qorxumdan istifadə edirlər. Ya cərimənin qorxusundan, ya gəlib şəkillərimi çəkərlər, ya nə bilim, mən səthən mühəndisini gəlib məni görəcək. Bunun qorxusundan deyir, istifadə edirlər. Bu da deyir, nə qədər xəsarət almalara gətirib çıxarırdı. Mən deyir, belə bir təcrübə elədim özümdə. Xəsarət almış mühafizə vasitələrini obyektin qabağında başladım sərgiləməyə. Batinkadır, qabağına mismar daxil olub, nə bilim, kubik düşüb, içərisindəki dəmir bir qədər əyib, amma insan ayağına heç nə olmayıb. Kaskadır, anker, bolt, qayka gəlib yuxarıdan projektor dorunu birləşdirəndə gəlib oradan düşüb adamın başına kaskanı dəlib keçib, amma dayanıb da müəyyən səviyyədə. İnsan başına zərbə yetirməyib. Həmçində belə laqondan daşı qırılıb, eynəyin içərisinə daxil olub. Mən bunu sərgiləyəndən sonra gördüm ki, insanlarda artıq nə dərəcədə qorxu yarandı, insanların nə qədər təhlükəsiz işləməsinin şahidi oldum. Mən həmişə təlim zamanı o qardaşı misal çəkirəm ki, çalışın siz də belə bir təcrübələrdən istifadə edin, yararlanın ki, yəni çünki insanları dərimə qorxusu ilə saxlamaq olmaz. İnsanlara bu təhlükələri izah eləmək, başa salmaq lazımdır ki, ay qardaş, bu səthən mühəndisi səni cərimələməklə səndən alınan cərimələr onun cibinə getmir. Onun maddi marağı yoxdur. O sənin təhlükəsiz işləməyin üçün ki, sən evdə çörək aparırsan. Sən təhlükəsiz işləyəsən ki, evdə rahatına çörək apara biləsən. Ona görə çalışın müxtəlif belə bir əyləncəli tədbirlərimi deyim, ondan sonra maarifləndirici. Ən vacib amil maarifləndirmə tədbiridir. Həqiqətən də bugünkü günümüzdə çox ehtiyac var insanların, səthən mühəndisi olsun, adi işçilər olsun, maarifləndirmədən çox belə deyək, kasıb o, həqiqətən də. Bu qrupu yaradanlara da mən təzəlicə tanımışam, bilmişəm. Çox həqiqətən dərin minnətdarlığımı bildirirəm ki, bu qrup yalnız maarifləndirmə, insanları, elə adamlar var ki, heç elektrik təhlükəsizliyi var ki, o qədər sadə bir şeylər bilmirdilər ki, məsələn, elə bu təlimdən nə qədər şeylər öyrəndilir ki, sən demə, bu qaydalarda beləymiş. Ona görə də ən vacib amil maarifləndirmə amilidir. İnsanlar maariflənsələr, başa düşsələr ki, həqiqətən də mən kaska qoymasam, batinka geyinməsəm, məni hansı təhlükə gözləyir. Digər şəkillərdə də, baxın, avtomat söndürülüb, üzərinə qoşma, xəttə işləyirlər plakat asılıb. O plakat sürüşüb düşə bilər yerə və kimsə gəlib avtomatı vurar, insanlar xəsarət alar. Bu, mənim doğulub boya başa çatdığım bir məntəqədir, deməyəcəm haradır. Çəpərləməsi yoxdur, naqilləri sallanmış vəziyyətdədir, transformatordur, böyük bir transformator suyun içərisində, yaşıllığın içərisində. Yəni, mən gözümü açıb belə bu transformatoru belə görmüşəm. Ümid edirəm ki, bir neçə müddət sonra getmirəm. Yəqin ki, artıq düzəlib bu şəraitdə deyil.
Amma elə 30 il mən bu transformatoru bu şəraitdə görmüşəm. Yəni burada elə bir təhlükəsizlikdən söhbət gedə bilməz. Mən həmişə fikirləşmişəm ki, monteur bura necə xidmət eləyir? Təsəvvür ki, monteur girib suyun içərisinə hər hansı bir transformatoru təmir edir. Yəni bu tamamilə gülməli bir şeydir. Yəni həmin montoru dronla gətirirlər, helikopterlə gətirirlər ora. Ya da ki, bilmirəm o necə xidmət edir. Yəqin ki, xidmətə xidmət eləmir ora. Olmaz. Baxın, xanım gətirib fen gətirmişdi bizə. Baxdı, gördü ki, fenin aşağısında kiçik bir insan saçı nazirliyində bir məhdul çıxıb çölə və oradan insanlar toxunanda gərginlik altına düşürlər. Bunun qarşısını almaq üçün həmin yerlər hər istifadədən qabaq yoxlanılmalıdır. Fen olsun, digər vasitələr olsun, onların rozetkaya salınan yerləri, vilkalarının qıraq hissələrinə baxmaq lazımdır. Ərmə falan yoxdur və ya naqil onun içərisindən çıxıb, çıxmayıb. Bunlara diqqət eləmək lazımdır. Elektriklə bağlı bu qədər. Sonuncu 2 dəqiqəlik mövzumuz qalır. Bu da nədir? Gərginlik altına düşmüş adam gərginlikdən xilas olunandan sonra həmin adama göstərilən ilk yardım tədbirləridir. Burada da bizim bugünkü günə qədər doğru bildiyimiz yanlışlardan biri, ən böyük yanlışdır buradadır. Nədir? Gərginlik altına düşmüş adam gərginlikdən xilas olunandan sonra həmin adamı torpağa bastırırlar. Şahidi olmuşsunuz yoxsa yox? Bəli, çox geniş yayılmış bir mifdir o da. Bəli. Çox təəssüf olsun ki, həqiqətən də təəssüf olsun ki, geniş yayılmış. Yəni onu deyirəm ki, doğru bildiyimiz yanlışlar var. Biz heç olmasa çalışaq ki, gələcək nəslə o yanlışları ötürməyək. Adam gərginlikdən azad olunandan sonra aparıb onu torpağa bastırırlar. Şəriət baxımından demirəm. Şəriət baxımından onsuz da hamımızı axırda torpağa bastıracaqlar. O heç. Amma gərginlik altına düşmüş adamı aparıb torpağa bastırırlar. Biri deyir quma bastırmaq lazımdır. Biri deyir xaç formasında bastırmaq lazımdır. Biri deyir dirək formasında bastırmaq. Mən özüm də şahid olmuşam şəxsən ki, yəni adamları belə torpağa bastırırlar. Olmaz. Olmaz. Bu insanın daha da vəziyyətinin ağırlaşmasına gətirib çıxarır. Bu tamamilə mif olan bir şeydir. Yəni bu tamamilə doğru olmayan bir şeydir. Bəs bu necə yaranıb? Deməli bir adam olub, həmin adamı gərginlikdən azad eləyəndən sonra görürlər ki, özündən gedib, əlindən, qolundan yapışıblar, aparıblar ki, bu adama yardım göstərsinlər. Torpağın üzərinə uzadıblar ki, buna yardım göstərsinlər, bu adam ayılıb. Ətrafında olan adamlardan, o ağıllı adamlardan bir ikisi deyib ki, gördünüz, biz torpaqdan yarandığımıza görə torpağın üzərinə qoyan kimi bu adamı ayıldı. Ondan sonra mif olaraq yağır ki, torpağın üzərinə qoyanda adam ayılır. Bu yanlışdır. Bizdə təlim zamanı bir yoldaş mənlə mübahisə elədi. Dedi, ay müəllim, nə danışırsan? Mənim daimi tok vurmuşdu. Biz onu apardıq torpağa, qazdıq, bastırdıq. Ondan sonra ayıldı. Deyirəm ki, əziz qardaş, bəs sən o dayımızı aparanda əlindən, ayağından yapışmışdınız. Deyir, hə. Deyirəm, bəs siz niyə tok vurmadı? Aha, bir anlıq dayanır, qalır. Yox, indi insan belə bir məxluqdur ki, insan gözü ilə gördüyünə dəqiq əmin olur. İndi bu da gözü ilə görür ki, bu dayısını bastırandan sonra ayıldı da. Yox, müəllim, yox. Deyirəm, məsələn, axı insan kondensator deyil, batareya deyil ki, insan elektriki özündə elektrik enerjisini toplayıb saxlasın və biz onu torpağa bastıranda torpaqdan keçsin. Nə qədər edirəm, axırda razılaşdı mənə. Dedim, müəllim, düz deyirsiniz. İnsan bədənində danışdıqlarınız, misal çəkdikləriniz həqiqətən təsdiqləyir ki, insan bədənində tok qalmır. Daimin də bədənində tok olmayıb. Olsaydı məni vurardı. Amma yenə də daimi torpağa bastırdığımıza görə ayrıldı. Yəni evə aparsaydıq ayrılmayacaq. Yəni də öz fikrində qaldı, ancaq mənlə də razılaşdı. Yəni ona görə torpağa bastırma yanlışdır. Yalnız insana ilk yardım tədbirləri göstərilməlidir. Ümumiyyətlə ilk yardım tədbirləri geniş bir mövzudur. Mən sizə yalnız oradan elektrik cərəyanından xəsarət almış adama hansı yardım göstərilməlidir, onu izah edəcəm qısa olaraq. Adam gərginlikdən azad olunandan sonra adamı düz bir yerə uzatmaq lazımdır. Adama süni nəfəs və ürəyin qapalı masajı. Buna deyirlər canlandırma üsulları göstərilməlidir. Canlandırma üsulları, yəni ürəyin qapalı masajı və süni nəfəs vermə. Bu zaman adamın başı arxaya qatlanmalıdır. Arxaya qatlanmasa nəfəs borusu tutulmuş olur. Biz ona nəfəs verdiyimiz zaman ağciyərlərinə getmir. Zərərçəkənin ağzında yara ola bilər. Bu zaman bizə keçməsin deyə tibbi maskalardan, tibb dəsmalından, amma ortası deşilmiş formada olmaq şərti ilə zərərçəkənin ağzına qoyulur ki, həmin yara bizə keçməsin. Zərərçəkənin ağzında protez ola bilər, qusuntu ola bilər. Barmağınıza bir tənzif parçası bağlamaqla burada ikinci şəkildə göstərildiyi kimi.
zərərçəkənin ağzından kənar əşyalar çıxarılmalıdır. Ağız-ağıza kip bağlanılır, dərindən nəfəs alınır və ağızdan akciyərlərə nəfəs ötürülür. Ağzında hər hansısa bir problem olarsa, ağızdan buruna, zərərçəkənin burnuna nəfəs verməklə akciyərlərini oksigenlə təmin etmək lazımdır. Qapalı masaj necə olunur? Ürəyin yeri tapılır. Ürəyin yeri hardadır? Bəziləri deyir ki, sol tərəfdədir. Sol tərəfdə deyil. Ürəyimiz ortadadır, sadəcə sola meyillidir. İndi bəzi insanlar da var ki, onların ürəyi sağa meyillidir. Biz də özündən gedən adamdan soruşa bilmirik. Qardaş, sənin ürəyin ha tərəfdədir? Bunu deyə bilmədiyimizə görə, ona görə də biz ürəyin tam ortasını götürürük. Tam ortasını görsün, nöqtə ilə göstərilir. Yəni, döş qəfəsin qurtaracağından 2 barmaq yuxarı, əllər bir-birinin üzərində olmaq şərti ilə, zərərçəkənlə perpendikulyar şəkildə dayanmaq şərti ilə qollarımızı bükmədən, burada şəkildə göstərildiyi kimi, qollarımızı bükmədən ürəyin qapalı masajı edilir. Xarici standartlarda barmaqları bir-birinin içərisinə keçirirlər. Bizdə isə deyir ki, qaydalarımız deyir ki, əlləri bir-birinin üzərinə qoymaq lazımdır. Barmaqları bədəndən ayırmaq lazımdır ki, bütün gücümüz ovucumuzun bərk hissəsinə düşsün. Barmaqlarımıza, əlimizin içərisinə güc düşməsin. Yalnız həmin o bərk hissəyə düşsün və ondan ürəyin qapalı masajı, perpendikulyar şəkildə qapalı masaj olunmalıdır. Döş qəfəsi 4-5 sm sıxılmalıdır. Nə çox az eləmək olmaz, nə çox bərk eləmək olmaz. Bərk eləsəz qaburğasını sındırırsınız, az eləsəz heç nə eləməmiş olursunuz. Zərərçəkənə bir adam yardım göstərə bilər, şəkildəki kimi 2 adam yardım göstərə bilər, 2 adam yardım göstərəndə nəfəs verən verir, başını çəkir arxaya, qapalı masaj eləyən davamlı olaraq ürəyin qapalı masajı eləyir. Daha sonra bunlar vaxtdaşır bir-birlərinin yerlərini dəyişməlidirlər, nəfəs verənin baş gizəllənməsi yaranır, qapalı masaj eləyənin qolları yorulur, ona görə bunlar bir-birləri ilə yerlərini dəyişməlidirlər ki, rahatlıqla zərərçəkənə canlandırma üsulları icra olunsun. Ürəyin nəfəs verən adam tez-tez yoxlamalıdır. Ürəyi döyünür, döyünmür, nəfəs alır, almır. Ürəyi döyünən adama heç bir halda nə təlimdə, nə digər yerlərdə qapalı masaj eləməyə icazət verilmir. Bu, ürəyin fibrilyasiyası ilə əlaqədardır. Ürəyi döyünən adama qapalı masaj olunarsa, onun ürəyinin ritmini pozmuş olur. Bu da fibrilyasiya deməkdir və insanın ölümü ilə nəticələnə bilər. Zərərçəkən özünə gələndən sonra zərərçəkəni bir istiqamətdə ya sağa, ya sola, adətən sağ tərəf üstündə uzadırlar, sol ayağını dizdən bükürlər, sol əlini başının altına qoyurlar ki, zərərçəkən statistikada belə bir hal baş verir. Adama yardım göstəriblər, adam ayılıb. Ayılıb, bunlar da kənarda olan insanlar da sevinçli olduqlarına görə ətrafa çəkiliblər. Adam başlayıb öskürməyə, öskürdüyü zaman, üzr istəyirəm, qusuntu gəlib və qusuntu özünün nəfəs borusuna gedib, insan yenidən boğulmadan dünyasını dəyişib. Ona görə də buna bərpa vəziyyəti deyirlər. İnsan dediyimiz üçün bir istiqamətdə uzadırlar ki, ağzında olan hər hansı bir qusuntu falan kənara tökülsün, yenidən insanın öz-özünü boğmasın. Zərərçəkəni sıxan əşyalar var. Kəmərdir, qalstukdur, şarfdır, köynəyin axırıncı düyməsidir. Bunlar açılmalıdır ki, biz rahatlıqla zərərçəkənə nəfəs verəndə verdiyimiz nəfəs rahatlıqla həmin zərərçəkənin ağciyərlərinə gedib çatsın. Sual verirlər, vaxtımız yoxdur, mən vermirəm o sualı sizə. Sual verirlər ki, zərərçəkənə canlandırma üsulları hansı müddətə qədər davam etməlidir? Hansı müddətə